Bir neçə gündən sonra mübarək Zülhiccə ayının mübarək bir günü üzümüzə doğacaq. Elə bir gün ki, Uca Allah öz müqəddəs kitabında bu günə and içmişdi. Bu günü şərəfli bir gün etmişdi və bu günü bir çox böyük fəzilətlərlə digər günlərdən üstün etmişdi. Həmin gün elə bir gündür ki, Allah o gündə öz dinini kamil etmiş və müsəlmanlara öz neymətini tamamlamışdı. Həmin gün Arafa günüdür. Arafa günündə böyük hadisələr baş verir. Bugün Uca Allah bəxşlər edir. Neymətinin və səxavətinin qapısını açır. Həmin gün insanlar hamısı bir yerdə Uca Allaha əllərini açırlar və onları ancaq iman və etiqad rabitəsi birləşdirir. Bir olan Rəblərini çağırırlar və tək Allaha, bütün bəşəriyyətin tək ilahına yalvarırlar. Arafa meydanında olanlar isə sanki qiyamət günündəki məhşərin kiçik modelində Allahın qarşısında dururlar. Həmin yerdə insanlıq, qardaşlıq və bərabərlik bariz olur. Nə rəis, nə işçi, nə hakim, nə məhkum, nə varlı, nə kasıb, nə padşah, nə rəiyyət, nə ağ, nə də qara bir-birindən seçilir. Hamı Allahın qulu olduğunu dərk edir. Hər kəs əzəmətli Rəbbinə yalvarır ki, onun məğfirətinə və razılığına nail olsun.